Salam, necəsiniz gözəl izləyicilərimiz? Biz bugün sizinlə bazarlıq vlog çəkəcəyik. Çox heyecanlıyım. Bu bizim YouTube'da ilk videomuzda. Biz indi sizinlə Bravo'ya gedirik. Bravo'ya axır ki çatdıq. Girər-girməz bizi şavaldı qarşıladı və o şavaldı almaq istəyirdik, amma bəyənmədiyimiz üçün almadıq. Sonra belə balaca pomidorlar gördük və balaca pomidorlardan biraz aldıq. Sıramız toyuqları almağa keçdi. Toyuqlara belə baxınırdıq. Mən belə burada yeməkləri, şirniyyatlar çəkirəm. 2 dənə toyuq aldıq, bir pomidor aldıq. Belə yuxa aldıq, şirniyyatlar, tortlar falan var. Çox genişdir. Belə Holland pendiri aldıq, onu çəkməyi unutmuşam. Yumurtalara baxırdıq, konfetlər, ən sevdiyim bölüm. Neyse, belə bu hissələrə gəldi, Milla olan hissələrə gəldi. Burada şirniyyatlar da var, yoğurt da var. Onlara baxırdıq, burada yağlarımız, belə. Sonra isə bişmiş qatlaşdırılmış süd almağa gəldik. Bir dənə aldıq və ətrafı gəzməyə başladıq. İndi də getdik yağ almağa, çünki yağ lazım idi. Burada mən qəndlər çəkirəm. Qəndin son istifadə tarixini göstərmişəm. İndi çay axtarışına çıxmışıq. Çay aldıq. Burada şirniyyatlar var çayın yanında, pudinglər daha doğrusu. Aşlar, düyülər, dondurmalar. Nə qədər şeylər var burada. Snickerslar, tomat pastaları, makaronlar. Yəni belə şeylər burada var idi. Sonra bir dənə yuyucu toz, yağdalı, yuyucu toz, onlar var idi. Burada da krem və duş gelləri var idi. Dəftər, kitablar, çox qəşəng dəftərlər var idi. Salfetka almağa çıxırdıq. Aura salfetkasına baxırdım mən. Burada saç rəngləri verilmişdi. Saç boyaları üçün rənglər verilmişdi. Burada şampunlar. Biz indi burada saç boyası seçirdik. Burada diş pastaları, Colgate, mənim tanıdığım. Bunları almışıq hələlik. İndi mayonez axtarışına keçdik yenə. Mayonez axtardıq. Konfetlər, südlər. Nə qədər süd çəkmişəm. Burada artıq şor alırdıq. Şorumuzu seçdik. Xanım bizim üçün doldururdu şorları. Burada belə zeytunlara baxırdım. Bu da mənim rezinimdir. Necə sizcə? Bu səbətimiz artıq dolub demək olar ki. Mən buralara səskalara baxırdım, soklar, hamısını çəkirdim. Biraz tez çəkmiş ola bilərəm. Burada Barilla makaronları var. Belə öz adamı axtardım, tapa bilmədim. Pis oldu. Burada belə bunlara baxırıq da. Belə sosiskalara. Biz sosiskalara əldə baxırıq. Yumurtalar, sosiskalar, marujnalar. Hamısını bilirik, hamısını çəkmişəm yəni. Mənim o möhtəşəm çəkilişim. Sonra yenə barillara baxırdıq. Tomat pastaları. Eyni şeyləri milyon dəfə çəkmişəm. Slavyanka suyunu çəkmişəm. Sonra yenə sosiska çəkmişəm, kalbasa çəkmişəm. Belə dediyim kimi sosiska kalbasadır bunlar da. Belə, hələk. Burada belə atışdırmalık kimi şeylər gördüm. Onları çəkdim o dəqiqə. Bunlar belə burada çəkirəm. Burada nə qədər çeşid var idi. Yəni çəkəndə əlim qırıldı artıq o dərəcədə. Burada bir dənə sos axtardıq, tapa bilmədik. Gedirik. Konfetlər, burada çudolarımız, yəni südlərimiz, burada şirniyyatlarımız, yenə süd. Burada belə, yəni buralar belə gəzirik. Yenə burada sos axtardıq. Burada da sos axtardıq, tapa bilmədik. Soslar tapa bilmədik biz. Axır ki kassaya çatdıq. İndi bunları belə kassanın üstünə yerləşdiririk. Bu aldığımız ərzaqlar.
evimizə çatdıq. Sağ olun.